Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi təhsilə dair verilişində. Bugün biz Ömər Xəyyam dərshanələri haqqında danışacağıq. Studiyamızın qonağı da Ömər Xəyyam dərshanəsinin direktoru Azər Paşayevdir. Azər müəllim, xoş gəlmişsiniz. Hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir olsun, xoş gördük. Azər müəllim, ilk öncə istərdik ki, Ömər Xəyyam dərshanəsi haqqında məlumat verəsiniz. Ömər Xəyyam dərshanəsi haqqında ətraflı mən sizə məlumat verim. Demək, Ömər Xəyyam dərshanəsi abituriyent hazırlığı ilə məşğul olan bir, belə deyək də, kursdur. Artıq 5-ci ildir ki, biz fəaliyyət göstəririk. Bu il fəaliyyətimizin, belə deyək də, daha da genişləndirilməsi istiqamətində müəyyən işlər görmüşük artıq. Hal-hazırda bu ilki dərs ili başa çatmaq üzrədir və biz bu il 2 filialla dərs ilini başa vururuq. Bizim hal-hazırda fəaliyyət göstərən filiallarımız Nərimanovda, bir də Əhmədli qəsəbəsində yerləşir. Və inşallah yeni dərs ilindən 2015-2016-cı ilin yeni dərs ilindən etibarən bizim 6 dənə filialımız açılması nəzərdə tutulubdur. Yəni 6 filialla fəaliyyət göstərəcək. Deyim, bu filiallardan sentyabrdan bu hadisə başlayır. Bəli, sentyabrdan etibarən artıq qeydiyyata başlayırıq. Günü elə bugündən etibarən hal-hazırda bizim telefon nömrələrimiz də gedəcək, əlaqə nömrələri gedəcəkdir yəqin ki efirdə və maraqlananlar təbii ki zəng edib ətraflı məlumat da ala biləcəklər. Yəni istənilən ola bilər ki, hər hansı bir sualı biz suala bir toxunmayaq və yaxud da fikrimizdən qaça bilər və yaxud da ki, əlavə hansısa maraqlandıran suallar varsa, valideynlərimizi buyurub zəng edib daha ətraflı məlumat ala biləcəklər. Yeri gəlmişkən bəlkə qəbul qaydaları haqqında da danışaq. Qəbul qaydaları necə olacaq? İmtahan yolundan olacaq, yoxsa? Qəbul qaydaları haqqında mən deyim, deməli ki, bizim bugünə qədər qəbul qaydalarında belə olubdur. Yəni, şagirdlərimiz müraciət ediblər, 8, 9, 10-cu siniflər, 11-ci və məzunlar bizə müraciət ediblər və biz sadəcə onları yoxlamışıq. Yoxlayaraq hansı ixtisas qrupuna gedirsə, həmin ixtisas qrupuna daxil olan fənlərdən onların səviyyələrini təsbit edibdir bizim müəllimlər bizzat canlı olaraq və ona uyğun onları qruplarda qruplaşdırmışıq. Amma bu il iyun ayının 7-sində birinci imtahan, yəni təbii ki, sentyabr ayına qədər bir neçə dəfə imtahanların keçirilməsi nəzərdə tutulacaqdır. Ola bilsin ki, birinci imtahanda hər kəsin iştirak eləmə imkanı olmayacaqdır. Amma hal-hazırda buradan elan edirəm ki, iyun ayının 7-sində bizim ilkin qəbul imtahanı olacaqdır. Əslində qəbul imtahanı deyəndə burada nə nəzərdə tutulur? Yəni qəbul imtahanı o demək deyil ki, biz şagirdləri olsun ki, orada bizi qəbul elədiyimiz və yaxud eləmədiyimiz şagirddə olacaqdır. Mühtəmələn hamısını götürəcəyik biz təbii ki, bizə müraciət. O qəbulun keçirilməsinin məqsədi nədən ibarətdir? Hansı ixtisas qrupuna gedəcəksə, həmin ixtisas qrupuna daxil olan o 5 dənə fəndən onlara suallar təqdim olunacaqdır. Hər bir fən 30 sualdan ibarət olacaqdır. O 30 sualın ilkin 10 sualı asan olacaqdır. Digər ikinci 10 sualı orta səviyyəli, digər axırıncı 10 sualı isə biraz ağır səviyyəli olacaqdır. Təməl səviyyəsini müəyyənləşdirəcək. Təməl səviyyəsini müəyyənləşdirəcək ki, onları siniflərdə qruplaşdırmaq mümkün olsun. Yəni, bu günə qədər yaşadığımız problemlərdən ən qlobalı mən deyərdim ki, şagirdlərin, belə deyək də, dərs prosesində o sinifdə səviyyə məsələsi var da, o səviyyənin bir-birindən tutuşdurulması biraz çox çətin məsələdir. Nə qədər olursa olsun, məsələn belə deyək, yəni bir filiala bizə 200 nəfər, 250 nəfərdən çox şagird müraciət edirsə və ya qeydiyyata alınıbsa, onların içindən inanın bir 10 dənəsini bütün fənlərdən eyni səviyyədə bir qrupu düzəltmək mümkün olur ya da ki, olmur. Yəni o nöqteyi nəzərdən digər qruplarda, məsəl üçün, əslində, keçən dəfə siz danışdınız bu haqda, doğrudan mənim çox xoşuma gəldi bu sistem. İstərdim ki, biraz o haqda da danışasınız. Tamam, o haqda mən daha ətraflı məlumat verim. Yəni, məsələ nədən ibarətdir burada və çox ciddi bir məsələdir. Ola bilər ki, kimsənin ilgisini çəkməsin, amma çox ciddi bir məsələdir. Bunun mahiyyəti nədən ibarətdir? Bax, bugünə dediyim kimi, o 200 nəfərdən ibarət, deyəlim, filialda şagird var. O şagirdlər aşağı-yuxarı bir hər qrupda 8-10 nəfər kimi belə qruplaşdırılır, təbii ki, səviyyəsinə görə. Mühtəmələn oradan hamısının bütün fənlərdən eyni səviyyəsi, eyni olması, səviyyələrin eyni olması mümkün deyil. Yəni, bunu bir yaxda qeyd elədik. Orada problem nədən yaşanır? Məsəl üçün, 3 nəfər riyaziyyəti yaxşıdır bir sinifdə, digər ikisinin ədəbiyyatı zəifdir, Azərbaycan dilisi zəifdir. İstər-istəməz 5 fəndən hamısının uyuşması mümkün deyil. O nöqteyi nəzərdən biz nə elədik bu il? Yəni, belə bir bölgü sistemini tətbiq eləyəsik. Bütün şagirdlərin
hansı ixtisas qrupuna getməsindən asılı olmayaraq, genəldə bizdə birinci həftənin tutalım tək günlərində birinci, dördüncü qruplar gəlir, cüt günlərində ikinci, üçüncü qruplar gəlir. Məsələn, eyni gündə gələn qruplar ikinci, üçüncü qruplardır və o ikinci və ya üçüncü qrupa getməsindən asılı olmayaraq, riyaziyyat fənni deyəlim. İndi bir çox hallarda biz rast gəlmişik ki, məsələnin orada da bizdə sıxıntılar yaranır. Məsəl üçün, üçüncü qrupa gedən şagirdlər daha çox çalışırlar ki, yox, biz o qədər də dərin öyrənməyə ehtiyac yoxdur falan. Yəni, bu kimi yanaşma tərzi hesab edirəm ki, doğru deyil. Çalışmaq lazımdır ki, olsun üçüncü qrupa gedən deyəlim, orada sualların səviyyəsi biraz daha aşağı olur. Olsun, lap yaxşı. 25 sual, 25-ini də cavablandırma imkanı əldə edə bilirik sonuçta. Və hətta biz, Azər bəy, nə mənə maraqlıdır, bəzən biz səhv fikirləşirik. Elə bilirik ki, qəbul olana qədərdir bizim bilgilərimiz. Əslində, bu riyaziyyatı yaxşı bilmək və hansı fənləri yaxşı bilmək, o gələcəkdə universitetdə də sənə yardımcı olacaq, sənə köməklik göstərəcək. Bəli, doğrudur. İnanın, mən özüm də dərs deyirəm və dərs prosesində həmişə çalışıram ki, şagirdlərə anlatmaq ki, yəni, çox təəssüf hissi ilə qeyd edirəm ki, təkcə şagirdlərimizdə deyil. İnanın, bu bizim, mən buradan efirdən açıq danışıram. Yəni, bütün valideynlərimizdə də bir mənalı şəkildə bu fikir formalaşıbdır ki, yetər ki, universitetdə qazansın, ondan sonra nə olursa olsun. Qeyr, o demək deyil. Yəni, gəlin baxaq, bu günlərin hamı işsizlikdən şikayət edir. Daha doğrusu deyir, mənim 3 dənə diplomum var, 2 dənə diplomum var, mən işsizim falandır, filandır. Mən bir şey kəsinliklə qeyd edə bilərəm ki, bugün diplom təbii ki, bu belə deyək də, yəni, əgər maşın idarə edirsə sürücü, mütləq bunun sürücülük vəsiqəsi olmalı. Bu bir vəsiqədir, yəni, o başqa bir şey deyildir. Yəni, o vəsiqə sadəcə dövlət strukturlarında və yaxud hardasa işləməyə icazə verən bir sənəddir. Amma eyni zamanda insanın gərək bilgiyə də sahib olsun. Bu günləri hansı bir iş adamı, hansı bir istər özəl, istər dövlət təşkilatda olsun, kimsə valla bilgisiz insanları yanında çalışdırmaq istəməz. Təbii. Yəni, əgər elə bir adam heç kim göstərə bilməz ki, o yüksək səviyyədə bilgilərə sahibdir. Bax, bugün kompüter proqramlarıdır, xüsusilə riyaziyyatı yaxşı bilən insanlardır və diplomu da təbii ki, yerində varsa, mühaqqaq o işlə hər yerdə iş vardır. Yəni, hər kəs onu... Bax, mənim özüm, bizim şagirdlərimiz var ki, mən hal-hazırda onları takibi almışım. Mən bilirəm, keçən il deyəlim, bu ildə bizdən məzun olunlar olacaqdır. Mən onların səviyyəsini bilirəm. Artıq mən onları gözdən qaçırmayacağım. Yəni, nəzarətə götürmüşüm. Bir zat inşallah nə vaxt universitetdə qutaracaqdır, bitirəcəkdir, mən onu özümüzdə işlə təmin eləməyə və cəlb eləməyə çalışacağım təbii ki. Kimsə onu itirmək istəməz. Yəni, məsələn, bu məsələnin birinci tərəfi. İndi qaldı ki, o siz toxundunuz, bu həm bizim valideynlərimizdə, həm şagirdlərimizdə vardır. Yəni, instituta girəlim, bitsin. Xeyr, o ilə məsələ həll olunmur. İndi buradakı məsələ nədən ibarətdir? O cədvəl bölgüsünə təkrar qayıdalım. Qruplaşdırdıq deyəlim, həm də bizdə qeydiyyata düşən şagirdlərə biz şifrələr veririk. Hər bir şagirdin bu bizdə dərs aldığı il ərzində həmin şifrə ilə tanınır o uşaq. Yəni, ad familiyası qeyd olunmur. Yəni, sınaq imtahanlarında da onlar şifrələrlə. Yəni, 5 rəqəmli şifrələrdir. Həmin şifrələr artıq bizə qeydiyyata ki, düşdü şagird, həmin şagirdə o şifrəsi verilir və axıra kimi onu istifadə edir. O şifrələrinə uyğun o şagirdlər siniflərdə belə bölünüşdürüləcəkdir. Riyaziyyatdan eyni səviyyədə olan uşaqlar 10 nəfərdir. Birinci dərsdə oturdular 10 nəfər, bir sinifdə olub bunların 10 nəfərin, onun da riyaziyyatı eyni səviyyədədir. İkinci saatda artıq onlar çıxdılar. Orada sanki belə deyək də, fərdi müəllimlər yanına gedirlər. Fərqli siniflərdə oturacaqlar. Bu 10 nəfər deyələm, riyaziyyatda uyuşurlar, amma Azərbaycan dilində uyuşmur bu uşaqlar. 3-ü yaxşı bilir, 5-i pis bilir və yaxud da ingilis dilində də eyni durum vardır. Onlar, o birisi qrupdan çıxan şagirdlər də artıq oradan çıxacaqlar, qarışacaqdır. Oradan 3 nəfər, buradan 5 nəfər ingilisi yaxşı bilənlər bir sinifdə oturacaqlar. Yəni, sabit sinif mövcud olmayacaqdır və ona görə də olsun ki, sinifdə şagird sayısı 10 nəfər olacaqdır. İkinci dərsə girində bəlkə 5 nəfər olacaqdır. Yəni, sabit bir siniflər olmayacaqdır. Buradan bir sual ortalığa çıxır. Nə qədər sayı olacaq? Qrupda uşaqların sayı nə qədər olmalıdır maksimum? Genəldə biz hal-hazırda bizdə şagird sayısı ən çox 8-10 nəfər təşkil edir. 10 nəfərin üstünə aşmırdı. İndi olsun ki, ola bilər o qruplaşa. Deyəlim, məsəl üçün, 205 nəfər var şeydə. Olsun ki, o 10 nəfər qruplaşdı, 5 nəfər artıq qaldı, bir sinifdə 5 nəfər olacaqdır tabii ki. Ona görə bir nəfər aşağı-yuxarı dəyişkənlik ola bilər. Məsələn, sinif vardır, biz 10 nəfər nəzərdə tuturuq, 7 nəfər var, 6 nəfər var, bu kimi durumlarla da rastlaşırıq. Filiallarımız, sanırım ki, bu barədə mən ətraflı məlumat verə bildim, yəni. Bəli, bəli. Nə kimi güzəştlər nəzərdə tutulur?
Güzəştlərimiz Mənim nədən... xoşuma gələn bir güzəş vardı, onu irəliləyən dəqiqələrdə söyləyəcəm, amma siz söyləyin. Tamam, bizdə nəzərdə tutulan güzəştlər nədən ibarətdir? 11-ci siniflər və məzunlar üçün bizdə aylıq 5 fəndən ödənişlər 180 manatdır. Bu sabitdir. 180 manat təşkil edir. İndi ayın 7-sində ki, qəbul imtahanı keçirdəsik. Yenə deyirəm, o qəbul imtahanının məğzi nədən ibarətdir? Birinci növbədə iştirak edən bütün şagirdlərin səviyyəsini təsbit etməkdən ibarətdir ki, sabah onları biz qruplaşdıra bilək, yəni səviyyələrinə görə. Qaldı ki, orada bir dənə imkan əlavə sunuruq biz şagirdlərimizə. 500 baldan yuxarı toplayan şagirdlərimizi fərqi yoxdur. 8-ci, 9-cu, 10, 11 və yaxud hansı ixtisas qrupuna gedirsə fərq etməz. Onları biz 5 fəndən 100 manatdan kursumuzu təhsil almağa şərait yaratasıq. Yəni, belə deyək, 500 və 500-dən yuxarı bal toplayan şagirdlərimiz 100 AZN ödəyərək bir fən 20 AZN olur. Bir fən 20 AZN düşəcəkdir, bəli. Yəni, sanırım ki, eyni zamanda bizdə təqaüd sistemi də vardır. Bu ilki təqaüd sistemi belə olacaqdır. Bizdə hər ay keçirilən sınaq imtahanlarından şagirdlər müəyyən olunmuş bal yox, deyəlim, kurs üzrə 200 nəfər şagird var və sınaq imtahanı keçirildi. İndi onu biz müəyyənləşdirməmişik tam. Olsun 10 nəfər olacaqdır. Yəni, ən yüksək bal toplayan 10-15 nəfər ayda hər ay sabit olaraq 30 manatdan təqaüd alacaqlar. Yəni, o da 5 fən eləyir 70 manat. Təbii ki, 70 manat. Yəni, belə deyək, qəbul imtahanında 500-dən yuxarı bal toplayan şagird, yəni 100 manatla təhsil alma hüququ əldə edən şagird, eyni zamanda aydın məsələdir ki, bu hər ay sınaq imtahanlarında mütləq ilk 10-15 nəfərin içində olacaqdır və 30 manatda üstəgəl təqaüd alacaq və aylıq ödənişi 70 manata düşəcəkdir. Hətta bu şagirdlər arasında bilgi rəqabəti də aparacaq. Təbii ki, onu da aparacaqdır. 15-də kim hamı daxil olmağa can atacaq. Bəli. Və həm də bu stipendiyanın olması, təqaüdün olması da oradan da maraqlıdır. İndidən uşaqları universitetlərdəki təqaüdlərə hazırlayır. Mübarizə aparmağa hazırlayır. Doğrudan da yaxşı fikirdir. Tamamilə doğrudur. İkinci, 9-10-cu siniflər, 8-ci, 9-cu, 10-cu siniflər bizdə 160 manatdır. Yəni 5 fən üzrə 160 manatdan təhsil ala biləcəklər. Eyni zamanda bizdə yeni 5 üstəgəl kampaniyası tətbiq olunur hal-hazırda. O nədən ibarətdir? Onun haqqında da açıqlama mən vereyim. Əyərlərim qeydiyyat zamanı, bax, bugün belə deyəlim, 5 nəfər şagird ola bilir, bir-birinin qohum ola bilirlər, sinif yoldaşı ola bilirlər və yaxud eyni bir məktəbdə o. Yəni, bir-birini tanıyan 5 nəfər, 6 da ola bilir, yəni 5 üstəgəl. 5-dən yuxarı, əgər 5 nəfər, ən az 5 nəfər bir yerdə gəlib müraciət edib və qeydiyyatdan keçib müqavilə bağlayırlarsa, onlar 140 manatdan sabit təhsil ala biləcəklər. Yəni, güzəşt olacaqdır. Bəli, güzəşt olacaqdır. Yəni, 5 nəfər bir yerdə gəlib qeydiyyatdan keçəcək, təbii ki, onun da bir vaxtı vardır. İyun ayının 30-una qədər bu kampaniya davam edəcəkdir. İyun ayının 30-una qədər 5 nəfər bir yerdə gəlib qeydiyyatdan keçirsə, onlar 140 manatdan artıq təhsil alma hüququ əldə edəcəklər. Üstəgəl, olsun ki, onların içində sınaq imtahanında, daha doğrusu qəbul imtahanında iştirak edənlər ola bilər ki, 100 manata da düşsünlər. Yəni, bu belə deyək də, qaranti olaraq 140 manatları vardır. Yəni, 5 nəfər bir yerdə gəldi, qeydiyyatdan keçdi, 140 manatdan qarantidirlər. Ondan sonra ola bilsin ki, o 500 balı da toplayan olsun onların arasından və 100 manata indirə bilir. Əslində, bu yaxşı kampaniyadır, 5+ kampaniyası da oradan da. Nəyə görə sinif şagirdləri bir yerdə mütəmadi olaraq həm dərsdə bilgi mübadiləsi aparacaqlar, həm də gəlib kursda hazırlaşacaqlar. Ola bilir. Yəni, müəyyən belə deyək də, o rəqabətə vəsilə ola biləcək bir şeylərdən biridir. Daha sonra nəqliyyat xidməti biz göstəririk. Onu da ayrıca qeyd edelim ki, hərdən zəng edib telefon açıb soruşurlar bizdən ki, bu nəqliyyat üçün əlavə nə qədər vəsait ödənməlidir. Onu da deyim ki, nəqliyyat üçün əlavə biz vəsait tələb eləmirik, yəni bunun üçün əlavə ödənişlər olunmur. Dərslərimiz günorta saat 3-də başlayır. 8 və yaxud 4-ün yarısı başlayıb 9-un yarısında bitir. İndi o mövsümə görə dəyişə bilər. Bir dərs saatımız 60 dəqiqədən ibarətdir. Axşam saat deyəlim 8-də və yaxud 9-un yarısında şagirdlərimiz dərsdən çıxdılar. Çıxan kimi kursun qarşısında bizim nəqliyyat servis xidməti dayanır. Onlar təbii ki, öncədən bölüşdürürlər. Kimlər hansı istiqamətə gedəcəkdir. Və direkt dərsdən çıxan kimi əyləşirlər nəqliyyat vasitələrinə və aparıb şagirdlərimizi evlərinə çatdırır. Yəni, bunun üçün təkrar deyirəm ki, əlavə ödəniş tələb olunmur. Qaldı ki, o bəzən ən çox